Hamı ədalətsizlikdən şikayət eləyir. Ancaq bizim ədalət dediyimiz ona öz baxışımızda. Yəni, hərə əlinə bir-iki dənə argumenti, faktı götürür, bax, mən necə haqlıyam deyir. Bəzən eyni səhvlərə hər birimiz yol veririk. Lakin, ədalət mənim faktlarımın məni haqlı çıxartması deyil. Ədalət bir dənədir, o da Allahın buyurduğu şəkildədir. Allahın buyurduğu şəkil nədir? Ümumunda ədalətli olmalısan. Yəni, iki dənə faktı əlində tutub haqlı olmaqla deyil. İki nəfər mübahisə eləyir, baxırsan ikisi də haqlıdır. Onun da əlində faktlar var, onu haqlı çıxardacaq, o birisinin də. Belə olan vaxtda nə etməlisən? Bir dənə haqq olmalıdır, bir dənə hüquq olmalıdır. O haqqı da, hüququ da tənzimləyən. Əgər məsələ qanun məsələsidirsə, məhkəmələrdir. Orada ədalətli prinsipindən çox haqlılıq prinsipi var, hüquqi haqlı olmaq. Amma həyatda isə, yeri gələndə, bütün münasibətlərdə də bir dənə haqq var. O da Allahın buyurduğu yol. Mən müsəlmanam və müsəlman olan digər şəxslər üçün də onun dininin, yəni onun kitabının ona əmr elədiyi qaydalardır, ədalətli yanaşma. İstəyir ailə münasibəti, dost münasibəti, cəmiyyət münasibəti. Bütün bu məsələləri, əlhamdülillah, dinimiz sülhlə və gözəlliklə izah edir.